Artıq demək olar ki, buğda bişən xəngəlimiz hazırdır. 2-3 dəqiqədə bişirirəm, servis edirəm. Salam dəyərli izləyicilərim, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərlə çox dadlı, ləzzətli qış yeməyimiz olan xəngəl hazırlayacağım. Ancaq xəngəli başqa formada hazırlayacağım. Mütləq bu resepti siz də sınayın. Xəngəli hazırlamaq üçün ət götürmüşəm. Belə sümüklü ətlərdir. Əgər sizdə quru ət yoxdursa, belə sümüklü ətdən də istifadə edə bilərsiniz. Əslində bu xəngəl quru ətdən istifadə edilərək hazırlanır. Mən isə adi belə sümüklü ətdən istifadə edəcəm. İstəyə görə kənd çolpasından da, yəni kənd toyuğundan daha doğrusu istifadə edə bilərsiniz. Əvvəlcə qoyuram ətlər bişsin, daha sonra keçəcəm digər məqamlara. Artıq ət qaynayır, üzərindən kəfin yığıram. Bu arada yığmışam bir dəfə, yenidən yığıram. Sonda yenə ətin suyunu süzəcəyik. Buna görə də içində qalsa da yəni narahat olmuruq. Ət biraz bişdikdən sonra içərisinə duz əlavə edəcəyik. Zövqə görə soğan əlavə edə bilərsiniz. Mən bir də soğan əlavə edəcəm. Hələlik qoyuram, qaynasın, bişsin. Ət qaynayır. Demək olar ki, artıq yumuşalır. Yumuşaldığı zaman içərisinə duz əlavə edirik. Niyə öncədən duzu əlavə etmədim? Öncədən duz əlavə etdiyimiz zaman ətlər bərkiyir, yığılır, bişməyi çətinləşir, yəni gec bişir. Və içərisinə soğan əlavə edirəm. Bir ədəd kiçik və ikinci kiçik soğan əlavə etdim. Bir ədəd böyük soğan da əlavə edə bilərsiniz. Gözləyirəm ətlər tam bişsin. Ətləri ayırıb təmiz qazanın içərisinə əlavə edirəm. Soğanları da çıxarıb atıram və suyun içərisinə süzürəm. Hazırdır. Keçirəm xəngəlin hazırlanmasına. Xəmirin hazırlanmasına un, duz, sudan istifadə edərək adi xəngəl xəmiri hazırlayıram. Duzu əlavə edirəm. Suyu əlavə edib xəmir yoğururam. Xəmir orta yumuşaqlıqda xəmir olmalıdır. Yəni yumuşaq olmamalıdır. Orta bərklikdə adi xəngəl xəmiri kimi xəmir yoğururuq. Mən burada 4 stəkan dolu undan istifadə etdim. İstəyə görə unun miqdarını azalda bilərsiniz və ya da çoxalda bilərsiniz. Ailə sayına görə xəngəli hazırlaya bilərsiniz. Bu xəngəl hardasa 4 nəfərlik üçün olan xəngəl olacaq. 4 stəkan undan. Xəmir artıq hazırdır. Yoğurdum. Heç gözlətmədən künələrə ayırıram. Kündələrimiz də hazırdır. Qoyuram 15 dəqiqə qalsın. Üzərini bağlayıram, 15 dəqiqə gözlədirəm. Ət soyulmuşdur, qoyuram qaynasın və içərisinə mən kartof əlavə edirəm. İstəyə görə kartof əlavə etməyə də bilərsiniz. Artıq xəmirimiz demək olar ki hazırdır. Yalnızca yaymaq qalıbdır. Ona görə də əti, yəni yeməyə yenidən qızdırıram. İçərisinə kartof əlavə edirəm. Yenə deyirəm, kartof əlavə etməyə də bilərsiniz. Qoyuram, qaynasın. Azacıq un əlavə edirəm dəzgahın üzərinə. Xəmiri əlavə edirəm, yuxa açıram.
Yuxanı açdım. Baxın, bu qalınlıqda yuxa olmalıdır. Nə çox nəzik, nə də çox qalın edirik. Üzərini yağlayıram. Bu xəngəldə əsas məqam üzərini yağlamaqdır. Yəni yağlı yuxa olur. Kvadrat formada kəsirəm. İstəyə görə kəsə bilərsiniz. Adi süzgeç yerləşdirirəm qazanın içərisinə. Düşbərə kəsən də istifadə edə bilərsiniz. Belə süzgeç də istifadə edə bilərsiniz. Üzerini yağlayıram. Və kəsdiyim xəmirləri üzərinə yerləşdirirəm. Kənar tərəflərindən yerləşdirirəm ki, ortadan par çıxsın və bişirsin. Yenə deyirəm, ortadan par çıxan yer saxlamaq lazımdır. Qazan qapağını bağlayıram. 5 dəqiqə gözləyirəm. Daha sonra üzərindən digər kəsdiklərimi yığacam. 5 dəqiqə gözlədim. Yenidən digərlərini də üzərinə əlavə edirəm. Qoyuram bitsin. Bir layda yığdım. Yenidən qapağını bağlayıram qazanın. Gözləyirəm par tutsun. Digər layları da yığacam. Baxın xanımlar möhtəşəmliyə. Əgər yeməyin suyu azalıbsa, xəngəllər çoxdursa, bişməyibsə, bu zaman yeməyə qaynar su əlavə edə bilərsiniz. Artıq demək olar ki, buğda bişən xəngəlimiz hazırdır. 2-3 dəqiqədə pişirirəm, servis edirəm. Sarımsaq qatıq hazırlayıram. Xəngəllə ən çox sevdiyim sarımsaq qatıqdır. Möhtəşəm yeməyimiz hazırdır. Servis edirəm. Görün necə möhtəşəm bişib, bir-birindən necə gözəl ayrılır. Yapışma falan yoxdur. Çox dadlı, ləzzətlidir. Siz də mütləq bu resepti sınayın. Bu resept sizə digər xəngəl reseptlərini unutturacaq. Onu da qeyd etmək istəyirəm ki, bu yemək Qax Zaqatala bölgəsinə aiddir. Ən çox onlar bişirir. Mən də resepti onlardan götürdüm. Qax Zaqatala bölgəsindən olmasam da bu resepti çox bəyəndim. Sizə də şiddətlə tövsiyə edirəm. Siz də hazırlayın. Bəyənsəniz kanalıma like atıb abunə olmağı unutmayın. Bu mənim üçün çox vacibdir. Videolarımın davamını gəlməsini istəyirsinizsə like atın, abunə olun. Hələlik deyirəm. İnşallah gələn videolarda görüşərik.